Bu sahə dövlət aktında da olduğu bu sahə, mənim əlimdəki sahə, Hammed Hikmetov saxtalaşdıraraq əlinə keçirmişdir. Bu sahə sizindir? Hə, bu sahə 1 hektar 77 sot, bu da mənim dövlət aktı. Ulan, həqiqətən də Kazım Xammedovna əmoğlu, 2 əmoğlu bitişərək bu sahəni əlində etmişdi. Ey Hikmet Xammedov, 6 milyon 900 manatı siz kimə vermişsiniz? Sən məni tanımayan bir şəxs, tanımayan, görməyən, mən səni görüşməyən, natarsa gitməyən bir vətəndaş, sən 6 milyon 900 manatı kimə vermişsən? Xahiş edirəm, cavab ver də. Ey prokuror, ey baş prokurorluq, mən sizə axı bu saxtakarlığı yazıram. Xahiş edirəm, mənə düzgün cavab verin. Belə kimlərin saxtakarları axı siz, prezidentimizin qanunu pozanları siz cəzalandırırsınız. Axı niyə cəzalandırmısınız? Hürriyyət TV'nin redaksiyasına Qusar rayon Yuxarı Ləyər kənd sakini Quliyev Girim Allahquluoğlu tərəfindən müraciət daxil olub. Vətəndaşın şikayəti ona aid olan torpaq sahələrinin mülkiyyət hüquqlarının pozulması ilə bağlıdır. Girim bəy iddia edir ki, onun ailəsinə məxsus olan Qusar rayonu Yuxarı Ləyər dövlət qışlaq sahəsində yerləşən 1 hektar torpağı yerli məmurlar tərəfindən mənimsənilib. Bu torpaq əkin təyinatlı pay torpaq sahəsidir. Şikayətçi onu da iddia edir ki, torpağın sənədlərində Girim bəyin ailəsinin ad və soyadları yanlış yazılıb. Təsəvvür edirsiniz, torpaq mülkiyyəti mənimsədildiyi halda, sənədlərdə saxtalaşdırma getdiyi halda, bu məsələ ilə bağlı Qusar rayon məhkəməsində bütün saxtakarlıqlara nədənsə göz yumulub. Dəyərli izləyicilər, Girim Quliyevə məxsus torpağın 1 hektarının kimlər tərəfindən mənimsədildiyini haqqında daha ətraflı məlumat bilmək istəyirsinizsə, o zaman ətraflı video sujetdə. Quliyev Girim Qusar rayon vətəndaşı, Yuxarı Ləyər kənd sakiniyəm. Problem nədir? Mənim problemim yer problemidir. Mənim buradan... Bu ərazi necə adlanır? Bu Legər qışlaq sahəsi. Qusar rayonu. Qusar rayonu Legər qışlaq sahəsində yerləşən pay torpağı kimi bölüşmüş sahəmdir. Ekin nə yararlı torpaqdır. Nə qədərdir sahəsi? 1 hektar 77 sot. Həqiqətən də ki, Qusar rayon məhkəməsinə verilmişdir. Qusar rayon məhkəməsi ad, familiya səhv ula. Əli Cəlilov yoldaş. Qusar rayon məhkəməsi Əli Cəlilov hakimi tərəfindən qətnamə çağırtmışdır. Hikmet Xammedov tərəfi. Axı, ey Əli Cəlilov, axı, sənəddə də gidir dövlət aktının əsası məndə, gidir onda Şahnəzərov lətafət. Axı, sənin yazdığın burada Quliyeva lətafət. Gidir Quliyeva Tural. Axı, bunda da gidir Quliyeva Turan. Sən bu saxtakarlığı görə hansı qərarı əsasında, məhkəmə qərarı mı, yerli icra nümayəndənin araşdırma nəticəsində mi, sən necə oldu ki, bu qətnaməni verdin? Restr xidmətindən verilmiş arayış. Buranın, bu ərazinin çıxarışı varmı sizdə? Bu hal-hazırda o dövlət aktının hər bir şeyi məndədir. Bu dövlət aktının sənədi, əsası. Bu sahələrin 4 hissədən bölgü gidib deyib məndə budur. Əsas sahələrin restr xidməti. 2000-ci il, 30 aprel 2000-ci ildə. JN 116 DO kod nömrə. Bu dövlət aktıdır məndə ula. Axı, necə oldu ki? Dövlət aktı sizdə, çıxarış sizdə. Hər bir şey. Nə vaxtdan bu torpaqlar sizin icarənizdə olub əvvəllər? 2000-ci ildən. 2000-ci ildə. Burada hal-hazırda göstərir. Bu torpaqdan ekin ekirdim. Əkin, nə ekirdiniz? Buğda. Taxıl, ancaq taxıl üçün. Buğda əkildiyi sahədə ümumiyyətlə başqa bir şəxslər necə müdaxilə edə bilərlər? Onlar 2016-cı ildə imkanım olmadı, imkan dairəsi eləyə bilmədim. 2017-ci ildə yerli icra nümayəndəsi Kazım Xammedova arenda adı ilə, müqaviləsiz arenda adı ilə git ek boş qalmasın deyib Kazım Xammedov verdim. Hikmet Xammedov isə 2004-cü ildə saxtalaşmış sənədinə yarı Xerox, yarı
çap Bəs maşını niyə o ilə. zaman müqavilə rəsmiləşdirilməmişdi? Yarı çap maşını ilə çaplaşdırmış Hikmət Xammedov. 2015'də isə 2015'də Mehdiye Bahadir Sultanəlioğlu'nun adına senet çıkartmıştır. 2004'te özünün adına alqı satqa edib notariat qaydada. Hiçbir notariat bu ad familiya səhv olanı hiç vaxtı ne reestr xidməti ne de ki notariat qayda hiç vaxtı çağırtılmır. Çağırta bilmir, vere bilmir. Axı necə oldu? Mənim müraciətim hörmətli bizim prezidentimiz İlham Əliyevə, Mehriban xanım Əliyevə, Baş Nazirliyə, Konstitusiya məhkəməsinə də müraciət etmişəm. Onlar ancaq gecikdi deyə mənim sənədlərimə baxmadı. Ali məhkəməyə, prezident aparatına ünləndirdiyim məktublara ali məhkəməyə getmişdi. Ancaq mənə cavab, heç bir cavab verməmişdir. Heç bir araşdırma etməmişdir. Restr xidmətindən almış arayış, dövlət xidmətinin arxivindən almış sənədləri hamısını Sumqayıt Apellyasiya Məhkəməsinə təhvil vermişəm ki, həqiqətən bunlar dövlət arxivində yoxdur. Peki ştamp nömrə ilə. Həqiqətən də bu ştamp nömrələri ilə bunlar heç biri də dövlət arxivində yoxdur. 30-10-cu ay 2004-cü il. Xaçmaz Ərazi İdarəsindən 5 sayılı Xaçmaz İdarəsi belə bir arayış təhvil verilməmişdir. Gel. Arayış Budur, nəyinə arayış. bağlı verilmiş? Restr xidmətindən verilmişdi ki, həqiqətən də bu satılmayıb, heç birinə satılmayıb, bağ ekilməyib, belə bir arayış vermişdi, saxta arayış. Bu arayış isə dövlət arxivindən almış 2001-2005-ci illərdə Quliyeva Letafət, Şahnəzərov yox, Quliyeva Letafət, Balaverdi qızı. Axı bu dövlət arxivindən alınmış arayışdır. Sonra üçüncü. Bu da uşaqlara qoyaq qəyyumluq. Atılmış uşaqlar kimi qəyyumluq alıb. Bu da dövlət arxivində təyin edilməmişdir. Yoxdur. Bunları icra nümayəndəliyindən necə verib, necə alıb, hansı haqqını alıb, rüşvət mi verib alıb, bunları mən bilmirəm. Maraqlısı ki, bu qeyri-qanuni olaraq ümumiyyətlə sizin ailəyə niyə qarışıb ki bu şəxs? Bu şəxs məndən prinsip aparır. Onun üçün ki, mən 2002, 2003, 2004, 2005-ci illərdə torpağım düzgün olmadığına görə yerli icra nümayəndəsi, İstilahat Komissiyasının sədri Kazım Xammedov onunla prinsipə girirdim ki, mənim torpağım yoxdur. Sən Qusar rayonu yuxarılayar kənd torpaqlarını satırsan. Onun üçün də mən torpaqlarımı hər bir komparasını yerim bilirəm. 36-cı ildən boyuna olan dövlət xəritəsindəki yerləri bilirəm. Ancaq Kazım Xammedov Suval torpağını Orvariyə satdı, Palasa torpağını Xurayliyə satdı, öz torpaqlarının 35 hektarını gizlətdi, Leyər torpaqlarını satdı. Birisi də Xuraya satdı. O ki, İniq kəntinə satdı. Axı Xammedov Kazım mənimlə onun üçün 3 il belediyə üzvlüğə verdim. Mənim dalımca axirdə polis saldı. Onun üçün ki, mən onlardan başım çıxır deyə, torpaqdan başım çıxır deyə, kənd təsərrüfatından başım çıxır deyə mənim prinsip apardı. Onun üçün də məni bu günə saldı. Siz özünüz də kənd təsərrüfatında Mən özüm baytar həkim işləmişəm 20 il. Hal-hazırda işləmirəm. Onun üçün işdən azad eləyib bunlara dövlət tərəfindən hər mala 50 kəpik, üzəl baytar həkimi deyib. Hər mala 50 kəpikdən dövlət pul ödəyir. Vaksini verir. Ancaq mənim kimi peşə təhsili ilə baş həkim işləyib, zunalını baş həkim işləyənlər indi çıxıb kənarda qalıb. İndi gəlib kimlər 10-cu sinif, 11-ci sinif qurtarılmış, işsiz adamlar heç bir təhsil olmayan gəlib vaksinasiya yaparır. Bunu Qusar rayonunun Baytarlıq İdarəsinin müdürü Yosif müəllimə mən bildirirəm ki, və Bakı şəhəri Baytarlıq İdarəsi, Baş Baytarlıq İdarəsi, Kənd Təsərrüfatı Nazirliyinə xahiş edirəm ki, kənd təsərrüfatını yıxmasınlar. Mal qarasının, ekinin, axı bu işçi qoyanda elektriki
Getirip kent təsərrüfatı müdürü koymasın. Kent təsərrüfatı kurtarılmış bir insan koysun. Başı çıkmayanı koymasın. Kent təsərrüfatı naziri, Baş Baytarlıq İdarəsi, hörmətli prezidentimiz İlham Əliyev, hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyeva, Bakı şəhərin Nazirlər Kabineti deputatları, sizlərdən xahiş edirəm ki, belə vətəndaşları, kənd cəmaətinə belə maneçilik eləyir deyə bunları köməklik edəsiniz. Nə olsun ki, Hikmət Xammədov, mənim pulum var. Qusar rayonunun prokurorluğu məhkəməsi mənəm deyən Hikmət Xammədovun qabağına çıxan bir vətəndaş Qusar rayon icra nümayəndəlisinə 3 dəfə həm ilk gün, həm bu sənədə ged hər şeyi məhkəmə vasitəsilə. Sən məhkəmədə uduzmamışam, mənim sənədim əlimdə təmiz tarixdir. Girim bəy, probleminizlə bağlı siz Qusar rayon icra hakimiyyəti başçısının qəbulunda oldunuzmu və sizin bu problemə son olaraq necə bir reaksiya verildi? Sizi qəbul etdilərmi? Qusar rayonunun icra nümayəndəliyində 2 dəfə olmuşam və bir dəfə də özləri dəvət edib. Məktubun əsasında Baş Nazirlikdən gələn məktub. Mənə bildirmişdi ki, sizin işiniz məhkəməlikdir, bizlik deyil. Bizlik heç bir şey, biz heç nə eləyə bilmirik. Mənə belə bir məlumat vermişdi və Nazirlikdən gələn məktub bu 3-cü həftədir ki, heç bir cavab da mənə verməmişdir. Mən də onlardan müraciət etmişdim ki, mənə gəldi o məktubu, hamısı sənədləri bir-bir təyinləmişdim ki, bu mənim dövlət aktım, əsası, familiya, ad səhvi olan, mən çağırta bilməyən dövlət aktından, bu dövlət aktından çağırta bilməyən sənədi onlar necə çağırtmışdır. Bəs ümumiyyətlə, bax, bundan əvvəlki məhkəmə işlərinin, məhkəmənin qərardadı barədə və bax, bu saxta sənədlə bağlı məsələləri siz icra başçısına çatdıra bildiniz? Hamısını bir-bir çatdırmışam, ancaq ki, yenə boyundan elədi ki, bizlik deyil. Keçmiş icra nümayəndəsi olub birinci, o heç qəbuluna qoymayıb. Nə şikayətimiz varsa, o heç yanına da buraxmadı. Ümumiyyətlə, sizin bu problem, bayaq biz sizin sahədə də çəkiliş etdik, bu problemin kökü hardan qaynaqlanır? Haydan, yerli icra nümayəndəsi Kazım Xammədov tərəfindən qaynaqlanır. Bu sənədləri əldə edən Kazım Xammədovdur. Hikmət Xammədov. Bayaq bizə göstərdiyiniz saxta sənədlərdir. Saxtada da sənədlərdir. Bax, deyirsiniz ki, iddia qaldırırsınız ki, bu sənədlər saxtadır. Mən indi... Biz istəyərdik ki, o saxtalığı bir hürriyyət eləyə təqdim edəsiniz. Mənim bu dövlət aktımın əsası, dövlət aktımın əsası. Bu, həmin torpağın çıxarışıdır. Dövlət aktıdır, əsas aktdır. Dövlət aktdır. 2000-ci ildə verildiği aktdır. Bu 2000-ci ildə verilən aktdır. Dövlət aktının əsası. Sonra onlar... Burada nədir saxta olan şey? Burada da Şahnəzərov Lətafət, Gidməlidir Quliyev Lətafət. Ailənizin üzvlərini, adları səhv yazılıb. Həyat yoldaşımın familiyası səhv yazılıb. Quliyeva Lətafət əvəzinə Şahnəzərov yazılıb. Başqa? Quliyeva Tural, yazılmalıdır Quliyev Turan. Aha, burada da Tural yazılıb. Məhkəmə qətnaməsində də Quliyeva Lətafət, Quliyeva Turan, axı Əli Cəlilov. Axı bu siz verdiniz, bu həmin bu qətnamə, məhkəmə qətnaməsində adı, familiya, hamısı düz yazıldı. Axı bu necə oldu? Mənim qətnaməmdə hamısı familiya adı. Bu da dövlət aktının onlar təsdiq elətdiği əsli ilə düzdür. Notarius. Notariusun qulu var. Bəs notariusun adı, familiyası kimdir? Bəy, siz probleminizlə bağlı demək Qusar rayon icra başçısının qəbulunda olmusunuz və necə qəbulda olmusunuz və sizi dinləyiblərmi, problemi dinləyiblərmi və necə reaksiya verilib? Hal-hazırda bir dəfə üz-üzə
birlikte kabul etmiş üz idaresinde. Sonra ikinci defa online'la, üçüncü defa da online'la kabul etmiş ve bildirmişti ki hakikaten de bunlarla bizim işimiz yoktur. Mahkeme vasıtasıyla mahkemeyle hallolmalı iştir. Bizlik orada hiçbir problem yoktur. Axı Mən- sizin məsələ ilə bağlı məhkəməyə müraciət olunub, məhkəmə də qərar verilib. Bəs bununla bağlı sənəd iddia edirsiniz ki, sənədlər də saxtadır. Bununla bağlı heç başçıya müraciət eləmisiniz? Hələ Bakıya müraciət eləmişik, eləsək də ancaq o demişdi ki, məhkəmə vasitəsilə siz məhkəmədə uduzmusunuz və qalan işlər də məhkəməlikdir. Bizlik deyil. Girim bəy, ümumiyyətlə sizin bu problem, torpaq məsələsi hardan qaynaqlanır və siz iddia edirsiniz ki, burada bəzi sənədlər saxtadır. Bu iddianın nəyə əsasən söyləyirsiniz? Onun üçün ki, onların alqı-satqı aldığı Notarius. Notarius qüvvəsindəki saxta da sənəd var, biri budur. El çapı ilə El çapı. çapləmiş yarı kompüter. Amma halbuki orijinalda el çapı olmamalıdır, eləmi? El çapı olunmuşdur. Xammədov hökumət də bilsin ki, o özü dövlət arxivində də işlədiyinə görə əmlak komitəsində qalanlar fəhlə deyə, kəndçi deyə başı çıxmır. Gələ bu da əgərlə dövlət notarius ofisi peçatlamışsa bunun ad familiyası hardadır bunun arxasındakı? Peçat var, qol var. Bəs onun təsdiq elədiyi ad familiya Başqa? bu Bir də- dövlət arxiv notarius qaydada peçatlanmış. Bəs bunun hardadır? Qolu var, adi familiyası. Ey Xammədov Hikmət, Kazım Xammədov, rüşvətlə deyil iş. Xammədov Hikmət, bu Bus Bank. Neçə banklarla gezdim ki, o isə mənə məlum elədi ki, xarici banklara pul yatırım eləmək üçündür. Sən bunu hardan qoydun Bus Bankı? Bu bankla nə əlaqə? Xammədov Hikmət qoydu, Xammədov Hikmət aldı. Alqı-satqısı bu bankdan olub. Bəs bu alqı-satqı Əgərləri mən almışamsa, hansı notarius alıbsa, hansı idarə alıbsa, bunun peçatı qolu olmalıdır. Siz iddia edirsiniz ki, Bus Bank. alqı-satqı sizinlə olub. Qoymuş ki, yox. Bu hansısa Bus Bankla pul küçürüb, pul Kimə yatırıb. köçürüb? Bilmirəm kimə küçürüb, nə küçürüb, nə üçün küçürüb. Ancaq mənə bankdan, Bakı bankından dedi ki, dövlət bankı. Bu xarici banklara pul yatırım edən bankdır. Deməli pul qoyur, pul alır oradan. Əmanət bankı. Əmanət bankı. Nə qədərsə pul qoy, bu faizidir. Bir də bu sənəd. Başqa, bir də siz iddia elədiniz ki, sənədlər, yəni sizin ailənizin üzvlərinin adları da belə saxta yazılıb. Mən ona istərdim aydınlıq gətirəsiniz. Saxta da yazılmış. Adlarında saxtalıq var. Yəni düzgün yazılmır. Şahnəzərov Lətafət. Bu sənəddə. Bax, bu sizin nədir? Dövlət əsası. Dövlət aktı. Torpağınızın dövlət aktı. Əsas aktı. Torpağa, mülkiyyət və hüququna dair dövlət aktı. Dövlət aktı. Və burada iddia edirsiniz ki, Şahnəzərov Lətafət. kimdir o? Balabərdi qızı yoldaşım. Amma onun soyadı necə olmalı? Quliyeva. Quliyeva. Və Quliyeva Tural. Getməlidir Quliyeva Turan. nə olmalıdır? Nə olmalı? Nə üçün bəs burada Şahnəzərova? Bu hansı sənədlə hazırlanıb bu saxta Onu sənəd? alqı, hər bir şeyə subsidiyanı onu almışam, hər bir şeyini almışam. Xanımın adına. Hamısının üzü Hansı adıma. soyadla? Hələ bu necə yazılıb, hələ də mən subsidiyalı almışam. Hələ bax bu dövlət aktında verilən vaxtı 2000-ci ildə hələ də verib. Bunu eləyən yerli icra nümayəndələri olub bu səhvləri. Bunları Quliyeva getməli əvəzinə yazıb Şahnəzərovana verib. Bəs siz o zaman bu sənədləri görməmişdiniz? Düzələcək demişdi mənə. Əvvəldən xəbəri var, amma Əvvəldən xəbərim var. Allah hamısı düzələcək, arxayın ol.
heç nə Ya düzəlmədi. bu sənədlər ümumiyyətlə nəyin əsasında tərtib olunub? Şəxsiyyət vəsiqəsini ya necə? Nə bizdən şəxsiyyət vəsiqəsi alıb, nə də o dövlət nümayəndəsi, icra nümayəndəsi özləri hamısını yazsa oradan birbaşa. Özlərinin kitabçasından, qeydiyyatdan keçirə veriblər. Bunu mən belə də görmüşəm, belə də bilirəm. Girim bəy, hal-hazırda əlinizdə məhkəmə sənədləri var, məhkəmənin qərardadı var. Bununla bağlı nə fikirləriniz var? Mənim onunla bağlı deməyim odur ki, Əli Cəlilov, siz bu qətnamədə də yazmışsınız ki, Quliyeva Turan, Quliyeva Lətafət, Balıverdi qızı. Axı bu dövlət aktında Şahnəzərovna çıxarı çağırtıb, Şahnəzərovna alqı-satqı olub. Axı bu necə olur ki, siz bu qətnamədə yazdığınız var bu qətnamə. Quliyeva Lətafət, Quliyeva Turan adı ilə. Axı bu necə olur? Hələ bu saxtalaşma hələ buradan deyilmi? Axı siz görürsünüz ki, orada Şahnəzərov, burada Quliyeva yazmışsınız. Orada Tural, burada Turan yazmışsınız. Demək ki, özləri məhkəmə sənədində düz yazılıb, amma saxta sənəd görməzdən gəldi. Görməməzlikdən onlar heç nəyi görməyiblər. Gözlərini yumub, birbaşa Hikmət Xanmədov demişkən, mənim pulum da var, arxamda adamım da var, prokuror da mənəm, məhkəmədə. Mən nə qərarı versəm, məhkəmədə o qərarı qəbul edəcək. Hikmət Xanmədov kim idi? Pirverdiyev Etibarın qayını. Ümumiyyətlə, sizin torpaqla nə əlaqəsi? O Kazım Xanmədovna. Onlar ancaq torpaq alır, satır. Torpaq alverçilər kimi tanıyor biz onları. Ancaq Pirverdiyev Etibarın adından çox istifadə edir. Qayını da olsa, nə də olsa, onlar Pirverdiyev adından istifadə edir. O vaxt ərazi nümayəndəsi kim olub? Kazım Xanmədov. Yəni bütün torpaq məsələlərinə Əmoğlusu. kimin? Hikmət Xanmədov əmoğlusu. Yəni bütün Kazım torpaq Xanmədov məsələlərinə nəzarət eləyib. bölgü gedərkən komissiyanın, İslahat komisiyanın sədri olub. Kazım Xanmədov. Həm yerli icra nümayəndəsi, həm də komissiyanın islahat sədri olub. Onun üçün də mən deyirəm ki, bunlar budur. Dövlət vergisi 2004 mən ödəyirəm. Burada yazılıb ki, gəlib 20 manat 13 qəpik faiz gəlib. 96 manat 10 qəpik pul deyir. Hansı torpaq sahəsinə Hər faiz gəlir? dövlət aktında olduğu 4 payında burada həmin payların dövlət aktında olduğu yerlərin 3 hektar 38 sotun olduğu torpaq alınır. Halbuki amma bir sot nə qədərsə, amma sizdə deyil. O deyil. Bunları hamısını mən ödəyirəm. Sonra bu dövlət aktının, bu arayış, belediyeden aldığım arayış. Hərdən yuxarı gəlkən sakini Quliyev Kerim Allahquloğlu'nun 3 hektar 38 sot torpaq ayağındadır. Vergisini verir. Hal-hazırda da vergisini verir. Vaxtında vergisini verir. Bax, sənəd belə olmalıdır. Xətai Bələdiyyəsinin sədri, ad, Oray. soyad və qol və Hər bir şey. möhür. Xanmədov Hikmət, sizdən dünə xahişləyəm, bu dövlət sənədinin əsası yox. Bu dövlət sənədinin məndə olan sənədin kserksidir. Bunu da Kazım Xanmədov subsidiya yazarkən məndən alınıb sizə təhvil verib. Üstünə də notariat edib peçatlatıb. Ya rüşvət nə peçatlatıb ya da notariatın qolu varsa, bəs adı familiyası hanı onun əsliyle düzdür yazdığı, qolladığını bəs hansı notariat? Kim tərəfindən? Hangi bunun adım familiyası onun qabağında? Mən sizə bir sual vermək istəyirəm. Sizin sənədlərinizin, yəni torpağınızın dövlət aktının kökü arxivdə varmı? Arxivdə, Yəni əsli arxivdə əsli varmı? arxivdə var. Var. Onun üçün də bu kseriksi təsdiqləyib bunlar kseriksinə. Arxivdədir evrisi. Arxivdə olmasaydı mən notariat ofisindən, Bakı notarius arxivindən aldığım sənəddir bu. Bakı notariat ofisindən arxivdən almadı. Budur. Mənə bunu təsdiqləyib.
Eğerler onlar verseydi bana bu böyle birim verirdiler. Bu devlet aktı. Bu mende ula o nece çağırtı? 1482 numaralı arayış Qusar rayonunun Elverdiye verdiği arayış. Axı bunu mən axtardım, tapdım. 1482 numaralı arayış 5 sayılı Xaçmaz ərazi iddiası bir təhvil verilməmişdi idarəsinə. Ay Hikmət Xammədov, ay məhkəmə, bu qərarda da həmin arayışı siz təsdiqləmişsiniz ki, belə bir arayışa əsasında siz qərar verirsiniz. Reyestr xidmətinin Reyestr arayışı xidmətinin arayışına əsasında. Bəs bu necə olur? Bu da dövlət arxivində məlum olmamışdır. Onun üçün də mən müraciətləri deməli, bildirəm. alqı-satqı olub, amma dövlət Hamısı saxta yollarla alqı-satqı olmuş da belə arayışlar toplayıb. Peçat var, pul var, imzası, adı, familiyası yoxdur. və notariusun Notariusun nömrəsi adı yoxdur. budur arayış. Reyestr xidmətindən. Elverdiyev, Reymolla Elverdiyev peçatı da var. Ancaq bunu necə vurub dövlət arxiv kitabının niyə yoxdur? Niyə yoxdur dövlət arxiv kitabında? Sonra o bir də təyin edir ki, mənə 7-14 nömrələri uşaqlara verdiği qeyyumluq. Bu da 7-14 nömrəli. Dövlət arxivində təyin edilməmişdir. Bu da ey məhkəmə, sizdən xahiş edirəm ki, bu da burada yazmışsan ki, uşaqlara verilmiş qeyyumluq. Bu necə oldu ki, bu dövlət arxiv kitabında tapılmadı. Xammədov Hikmət bunu peçatlayaraq hardan almışdır? Tanımadığım, bilmədiyim vətəndaş. Mən sizə bir sual verim. Bax, bu əkin torpaqları, sizə aid olan torpaqların ümumiyyətlə, belə deyək də, alqı-satqısı üçün, kompensasiya üçün sizə müraciət olunub? Mənə heç bir şey onlar müraciət etməyib. Kompensasiyanı mən almışam, dövlət rüsumu, özüm ekmişəm, özüm becərmişəm. 2016-cı ildə boş qaldı. Onun üçün imkanım olmadı. 2017-ci ildə arayış aldım. Çıxarı kağıtma mənə məlum elədi ki, reyestr xidməti məhkəməyə verməsiz. Ad və familiya səhvinə görə. Hal-hazırda da 2020-ci ildə də getmişəm, 2022-ci ildə də. Quba Asan xidmətə. Asan xidmətdən də qeydiyyat vardı ki, bu apardığı qeydlər onundur. Nişanlar. Burada nişanlayıb, orada da nişanlayıb. O qeydlər Quba reyestr xidməti, Asan xidmət eləyib. Bunları getirərsən deyib. Bunlar şeydir, familiya, arayış və məhkəmə peçatı. Həqiqətən az səhvidir. Tural yox, Turandır, Şahnizərov yox, Quliyevadır. Bunları, onun üçün də mən, onun üçün heç bir cür sənət çıxarta bilmədim. Hal-hazırda çıxarta bilmirəm. Aydındır. Bax, belə bir məsələ də var ki, siz iddia edirsiniz ki, sizin torpaqlarınızı həmin Kazım Xammədov deməli, başqa bir şəxslərə satıb. Hikmət Xammədov. Hikmət Xammədov da... Nəyin əsasında satıb? Yəni, torpaq aktı sizdədirsə, nəyin əsasında satıb? Yəni, belə deyək də, o torpaqların, bəlkə sizlə bir danışığa gəlmək istəyib ki, bu torpaqları satacağım, kompensasiya verəcəm. Bəlkə belə bir söhbətlər olub, razılığa gəlməmsiz qiymətdə. Nə qiymət deməyib mənə, mən Kazım Xammədova gid, taxılım, nə verəsə verəsən, ancaq mənə yox. Xuray kəndini yeznəmə verəsən qızıma. 2 ildir, 3 ildir onlara taxıl verib. Nə verib bilmirəm. 500 kül verib, 100 kül verib, 200 kül verib. Onlar bilir. Onun üçün mənim taxılım buradan var idi. Üç sahibini burada suval sahəsində boğda ekirdim. 4 ton, 3 ton aşağısı boğda alırdım. Oraya mənə ehtiyacım yox idi. Onun üçün deyirəm ki, arendaya ekə bilmirəm, imkanım yoxdur. İcarəyə vermişdir. İcarə kimi. Ancaq o mənə nə saxtalaşdırma... Bəs müqaviləniz yox idi icarəyə vermək üçün? Yox, bizdə heç bir icarəyə verəni müqavilə ilə yazmırlar. Hələ gidir ekir, sonra 1 il, 2 il ekir, imkanım olur, deyirəm, çıx mən sahindən, mən üzüm ekirəm. İndi də dedim ki, çıx mən sahindən, nə çıx, mən əlimdə sənədi var.
Aha. Saxtalaşmış sənəd. Alqı-satqı sənədlərini Ha. sizin qarşınıza Tamam, qoyulmuş. mən də gətirdilər bunu ver, çıxartdı, sonra gidib bunları aldım. Həqiqətən də gördüm ki, Xeroxdir, peçatlayıb əsli ilə düzdür. Axı Xeroxi dövlət aktı əsası hani biri məndə olur vətəndaşda, biri arxivdə. 2020-ci ildə xəbər tutdum ki, mənim yerlərimə çıxartır. Və ondan sonra 2020-dən boyuna məhkəmə yolunda da o illəri Hikmət Xammədovuna zəngləşdim, tapdım zəngin, görüşdüm. Mən üzü gəlmədim, məni çağırdı rayona. Rayonda 2 oğlum, bir gəzinəm. Getdim, görüşdüm. Dedim, axı niyə? Bu mənim yerim, bu dövlət. Sən mənə dedi ki, sən uğurlamısan dövlət arxivindən sənədi. Dedim, dövlət arxivindən yox. Dövlət arxivindən biri məndədir, biri vətəndaşda, biri dövlət arxivi. Sən Xeroxinə. O sonra bildim bunları dövlət arxivindən alandan sonra Bakı arxivindən çağırtandan sonra bildim ki, həqiqətən Xeroxdir. Bax, indi hal-hazırda Hürriyyət TV vasitəsilə aidiyyət qurumlara müraciətinizi bildirin. Çünki sizə aid olan torpaqlarınız əlinizdən alıb iddia edirsiniz ki, onlar saxta sənədlərlə alqı-satqı olunub və bununla bağlı da siz Nazirlər Kabinetinin kabinetində məsul şəxsin qəbulunda da olmusunuz. Və yenə də siz müraciətinizi bildirin. Mənim müraciətim İlham Əliyev, prezidentimiz İlham Əliyevə, vitse-prezidentimiz Mehriban xanım Əliyevə dünə xahiş edirəm ki, bir kəndçi olaraq, bir vətəndaş olaraq, Azərbaycan vətəndaşı olaraq xahişim budur ki, bizim kimi kəndçilərin mülkiyyətini belə əlimizdən alan vətəndaşlara, qanunu yolunu, qanunu pozanlara, kəndçinin qanununun əlindən pozub, əlindən torpağı alan vətəndaşlara cəzalandırıb və kəndçinin torpağını qaytarmasını xahiş edirəm. Hal-hazırda Nazirlər Kabinetində oldum, məktubumla müraciət etdim. Rayon icra hakiminə göndərdi. İcra hakimindən də məni dəvətlədilər, çağırdı və həmin sənədləri, saxta sənədləri hamısını təqdim elədim. Və mənə heç bir cavab vermədi. Mən də axı dedim, mənə də bir cavab göndərin. Mən də bilim ki, nədir, deyil. Mən də məhkəməyə gideyim, məhkəməyə müraciətliyim. Bir də mənim ünvanladığım bu vaxta kimi prezident aparatına Mehriban Əliyeva ünvanladığım məktublar ali məhkəməyə getmiş, ali məhkəməyə yönləndirmiş. Həmin ali məhkəmə isə mənə heç bir araşdırma bu sənədlər əsasında verməmişdir. Hər məktuba 20 manat dövlət rüsumun küçülmüşəm çəkisinə görə. Bir belə məktubu, bir belə bundan da qalın məktubu göndərmişəm. Hər göndərəndə 50 manat, 100 manat məktuba xərc çəkmişəm. Ayda 3 dəfə, 4 dəfə məktub yollayırdım. Axı mənə nə gəldi o cavab bir günə kimi? Heç bir cavab olmadı. Hələ ancaq mənim işim o oldu ki, kasibəm, düzdür, savadsızdır kimi mənə hesablayıblar. Ancaq yox, savadsız deyiləm. Hər bir vətəndaşın üz savadı, üz ağlı var, üz dərrakəsi var. Prezidentimiz demişkən, demir yumruğum hələ var. 35 ildən sonra Qarabağ torpağını alan prezident kasibin də torpağını dala qaytartdırar. Mən bunu dünə xahiş edirəm. Dövlət məmurlarına, biz kasib kəndçiliyə satışmayın, torpağımızı əlimizdən almayın. Biz nə becəriksə biz becərik. Kartofu, təmiz məhsulu, təmiz əkini, hər bir şey kəndçi becərir. Axı biz dərmanlı məhsul yetişdirmirik. Kənd təsərrüfatında mən hal-hazırda baytar həkim kimi bir kənd ərazisində işləmişəm neçə illər, 20-30 illər boyu. Mənim kimi peşə təhsili ilə rayon üzərində kəndlər ərazisində, kənd ərazi baş həkimi işləyib. İndi hal-hazırda 6 dənə baş həkim, üzəl baytar həkim. Bunlar idarədə edirsə 10-15 dənə həkim. Dövlət sütunundan alan yardımcı, köməkçi həkim. Axı bunlar niyə lazımdır? Verin bizim kimi həkimləri qoy cəmaata xidmət eləsin. Nə oldu ki, hər mala dövlət tərəfindən pul verilir, dövlət tərəfindən vaksin verilir. Həmin maaşdır. Dövlət nə üzəlləşmə oldu ki, dövlət hər mala vaksinasiya aparır deyə. Bir həkim 20 kəntə necə baxa bilər? Bir vaksinasiya necə qurtula bilər?
hörmətli kənd təsərrüfatı naziri, hörmətli baytar həkim, baş baytar həkimləri, sizdən xahiş edirəm, bizim kimləri torpağını əlindən alanlara, işin, gücün, prezidentimiz iş yerləri açır. Siz isə azad leyilə gidirsiniz. Biz Gəncənin nənə dolanaq. 61 yaşım var, indi hara gəlsəm iş yeri götürmür. Hocasan, pensiyaya çıxan vaxtımdır. Məni də işdən azad eləyən şeydir. Kerim bəy, bax sizin bu torpaq məsələsi ilə bağlı problemlər yaranır. Bu problemlər təkcə sizə aiddir, yoxsa başqa kənd sakinlərinin də belə bir torpaq problemləri var? Mən deyim ki, kənddə çoxdur problemlər. Bizim kənddə yox, hər bir kənddə torpaqla bağlı hamısı problemləri var. Hamısında problem var. Bəs nədən onlar problemlərini, hüquqlarını bilmək istəmirlər, ictimailəşdirmək istəmirlər? Bəziləri qorxusundan, bəziləri qohum qardaşından, bəzilərinə deyir ki, qohum qardaşıq, nə eləyirsən? Dövlət sənədini axtın əlindən alıb, kod nömrəsini dəyişib, kod nömrəni, bu üstündəki kod nömrəni dəyişib, verib saxta, gidir vurur, saxtata çıxır. Axı bunu sən çıxarışını da verməlisən, torpağını ucuzdan almışsın əlindən. Bunun çıxarışını da çıxartıb verməlidir. Yoxdur bunlarda. Bunlar bir daha nə subsidiya ala bilir, nə sahəsinə KPS vurdura bilir, nə komissiya getir bir yerin bilir. Hamısı üzbaşınaçılıq. Ürüş torpağımız yoxdur. Belediyə torpaqları satılır. Belediyə torpağı satılmaz bir torpaq, toxunulmaz torpaqdır. Örüş torpaqları daha çox. Ürüş torpağı da, belediyə torpağı belə bir torpaqdır ki, heç bir toxunulmaz torpaqdır. Kim isə belediyədən 5 sot, 10 sot, 20 sot, 1 hektar torpaq istəyərsə, həmin sahədən ona da torpaq vermək ixtiyarı var. Geçsin, becərsin, eksin. Elə belə bir daha vətəndaşlar var ki, yoxdur torpağı. Gəlib hardan isə Rusiyadan düşmür torpaq, yoxdur torpaq. Bu adam hardan becərsin? Harada malı saxlasın, harada eksin, belə torpaqdan alıb, ancaq xəritədən birvəlik silmişdir. Orva harada gəlib keçib mənim sahimi, yuxarı kəlləsini, bir payını Orva vətəndaşına verib ki, bura Orvanındır. Axı necə Orvanın sahəsi orada, mənim sahim orada. Hal-hazırda 36-cı ilin xəritəsinə qarşı hər bir nişanıqahı bilirəm, sahənin komparlarını. Hər bir tinni də bilirəm. Onun üçün ki, neçə illər axıranlıqda olmuşam. Sahə axıranlıqında olmuşam. Onları hamısını yaşlı bilirəm. Ancaq kimləri isə aldatmaq, Kazım Xammədov kimləri, bu xəritədə çəkən təzə gələn restr xidmətləri, xahiş eləməyin bunu.